Zuля ve Rusika'nın toyuna hazırlaşacağım. Sarılarım etdi. Bəyin bacısıdır. Mən heç belə adət görməmişdim. Birinci dəfə də görürəm. Sabahınız xeyir. Mən bugün mənim çox yaxın dostlarım olan Zuля və Rusika'nın toyuna hazırlaşacağım. Ondan başlayaq ki, mən dünən saçıma boya qoydum, amma saçı səhv qoymuşam, çox saxlamışam. Nə etmişəm bilmirəm. Rəngi həmişəkindən tünd alındı və sarılarım etdi. Yəni saçım əslində sarı idi, amma hal-hazırda gördüyünüz kimi qumralam. Sarını geri qaytarmaq üçün bir-iki dənə texnika sınamağa çalışacağım. Baxaq görək alınır yoxsa yox. Bəzi hissələrinə vurdum, hansı hissələrdən ki sarı olmağını istəyirəm. Bütün saçımın sarı olmağını istəmirəm də, çünki indi biraz gözləyəcəm qalsın. Qalandan da sonra zədələnməsin deyə, çünki mənə podruqam dedi ki, saçı zədələyə bilər bu. Maska ya da ki balzam vuracağım və saxlayacağım ki biraz saç özünü hop dursun, sonra gidib yuyacağım. Gəncədə yaşayanlara tövsiyə edirəm. Bu arada qeyd etməyi unutdum. Dostlarımın toyu Gəncədə olduğu üçün mən də Gəncəyə gəlmişəm. Ruslanla Zulya'nın toy günü mənim üçün çox dəyərli və özəl gündür. Çünki mən onların münasibətlərinə ta münasibətləri başlamamışdan bəri şahidəm. Yəni necə Ruslanın Zulya'dan xoşu gəlirdi və Zulya haqqında mənə danışırdı. Zulya'nı Ruslandan sonra tanısam da, Zulya mənə Ruslan qədər yaxın və doğmadır artıq. İkisini də çox sevirəm. Saçımı salonda düzləşdirib qaçıram Ruslangilə. Özün necə hiss edirsən? Babuşka moja. Necəsiz Brilliant xanım? Çok sağ olun. Bəyin bacısıdır. Həyecanlısınız? Çok. Dadıyorum, dadıyorum. Gülnar. Ay Gülnar. Burada Zulya'nın nə deməyə çalışdığını anlamaq üçün dünyaları verərdim. Sizcə Zulya nə deməyə çalışır? Başa düşdünüzsə rəylərdə yazın. Oğullu ol, kızlı ol yine. Bahtiyar ol, yarayanlardan ol. İnşallah, amin. Amin. Hayatınız hoş gibi şirin olsun inşallah. O sabıklar yanına. Rahatsan sen Zülf. Biraz. Diyen sen biraz qabağa dur. Pulu? Bunu da ha. Ha, pulu götürsəydin. Mən heç belə adət görməmişdim. Birinci dəfə də görürəm.
bəyimiz və gəlimiz. Elə burada Artıq toyun sabahsı gündür, lakin əylənməyə devam. Biz bugün Hacıkənd və Göygələ gedəcəyik. Gördüyünüz kimi bu bizim səhər yeməyimizdir. Ребята, я снимаю ролик. Передайте привет. Соня, Русик, привет, ребята. So far, you see the sky, you cry, you don't know why. It's joy, it's happiness, the rainbow makes you feel high. So far, you see the sky. Emma xanım, hisslərinizi deyə bilərsiniz zəhmət olmasa. Это прекрасно вернуться на родину через столько лет. YouTube'um Azərbaycancadır. Vətənə neçə il sonra vətənə qayıtmaqda bu gözəllikləri görmək, yəni siz də görün bizlə bir yerdə Gəncənin gözəlliklərini. Все, görürsüz Emma xanım. Instagramınızı qoyun follow atsınlar, yoxsa istəmirsiniz? Olar. Okey. Instagram, Emma xanımın Instagramını da qeyd edəcəm. You know I act like it doesn't hurt, no. Like it doesn't hurt, no. And no effect. And no effect. You drag me in your dirt, oh. Like it doesn't hurt, no. Ребята, больше вайба, больше Soğuğu gətirəsən özümüz səsərik də. Çoban salatı olsun. Belə çoban salatı olsun 2 dənə. Üstünə belə göydə səpişdirirlər. Yox, sizdə yoxdur. Səpişdirirlər nədir o? Можно? Давай. Можно.
Niye kuramıyorum baba? Videonu Emma xanımın möhtəşəm enerjisi ilə sonlandırırıq. Ümid edirəm ki, bu izlədiyiniz son videom olmaz. Hələlik. Танцуй. Ой, остановился. Это не знаю, что вообще.